Möhtərəm dinləyici qardaşlar və bacılar, Allah sizi qorusun və özünün razı qaldığı işlərə müvəffəq eləsin. Bəzən valideyn öz uşağına qəzəblənir, əsəbləşir. Haqlı olaraq, məsələn, valideyninə qarşı pislik eləyir, üzü ona ağ durur və digər pis əməllər görür və valideyn əsəbləşir, deyir ki, mənim mirasımdan ona verməyin. Yəni, mirası kəsir həmin uşaqdan, övladdan. Bu icazəlidirmi? Alimlər buyururlar ki, bu icazəli deyil. Konkret olaraq Şeyx Salih Fovzan, Allah onu qorusun, buyurur ki, övladlardan hansınısa mirasdan kəsmək bu icazəli deyil və haramdır, özdə şiddətli haramdır. Çünki hədisdə gəlib ki, kim varisi mirasdan kəsərsə, Allah da onun mirasını cənnətdən kəsər. Başqa hədisdə Allah hər haqq sahibinin haqqını vermişdir. Və bu da Allah Taala'nın ona verdiyi haqqdır. Bu miras Allah Taala'nın həmin o varisə verdiyi haqqdır. Və bu Allah Taala'nın hökmüdür. Allah hökm verib ki, bu uşağa mirasdan müəyyən qədər çatır. Və bu Allah Taala'nın sərhədləridir, hədləridir. Kim Allah Taala'nın qoyduğu hədləri aşarsa, necə ki, ayədə Allah Taala buyurur ki, onu cəhənnəm atəşinə daxil eləyər, orada əbədi qalar və ona alçaldıcı əzab var. Ona görə də icazəli deyil ki, nə səbəb olur olsun, hətta uşaq məsələn ata-anasına qarşı yaxşılıq etməyibsə, onlarla pis davranırsa belə, mirasdan kəsmək icazəli deyil. Əgər kəsmirsə valideyn mirasdan, Allah Taala həmin o uşaq ona əziyyət verdiyinə görə və əziyyət versə də mirasdan ona qaldığına görə Allah Taala valideyni əvəz edəcək, yəni xeyirlə əvəz edəcək valideynə. Həmin o malı, həmin o mirası Allah Taala əvəz edəcək valideyn üçün. Yəni valideynə bunun müqabilində xeyir və mükafatlar verəcək.